como se fosse ser arroz com umbrello. Başladı. Arzu sistem. Başlayın. Başlayın. Asya. Xədicə Qasımova. Yerdekiler Fica aqui para ver se vocês başlayabiliriz. Hər kəs salamlayıram. Mən və mənim qrupum bugün tədqiqat sualımız olan toy haqqında sizə bəzi məlumatlar verəcəyik. Mən şəxsən sizə 1950-ci illərdən başlayaraq 1980-ci ilə qədər toy prinsiplərinin hansı şəkildə formalaşdığı haqqında danışacağam. Qızla tanışlıq toy mərhələlərində ən əsas prinsiplər, ən birinci mərhələlərdən sayılırdı. Öncədən, məsələn, analar toylarda, yaslarda, hətta hamamlarda belə qızları bəyənib öz oğullarına namizəd kimi seçirdilər. Amma digər yollar da vardı. Məsələn, beşik kəsmə, göbək kəsdi və digər adıyla deykli. Bu ən qədim yollardan biri sayılır. Çünki anlatmaq üçün o deməkdir ki, beşikdə olarkən artıq gələcəkdə kimin də ailə quracağının qərarı verilirdi. Digər bir ənənəvi yol isə bulaqbaşı tanışlıq idi. Orada oğlan və qız bir-birini tanıyırdılar və artıq qərar verilirdi. Təbii ki, zaman keçdikcə artıq dəyişikliklər baş verməyə başladı və müasirləşmə prosesi getməyə başladı. Gənclərin artıq az da olsa söz haqqı olurdu. Onlar bir yerdə böyüyərkən, bir məhəllədə böyüyərkən bir-birini tanıyıb sevə bilərdilər. Lakin ailənin razılığı da hələ də çox mühüm rol oynayırdı. Onların razılığı olmadan heç bir şey baş verə bilməzdi. Bu mərhələlər göstərir ki, zaman keçdikcə dəyişikliklər baş verdi, amma dəyişikliklər də çox böyük idi. Sonrasında danışmaq istəyərdim ki, 1950-ci ildə artıq toy mərasimləri müəyyən bir struktura malik idilər. Öncədən, məsələn, qız istəmə, sonra nişan, söz, xonça yığımı, sonrasında ən mühüm şeylərdən biri də xına idi. Çünki çox təntəraqlı şəkildə qeyd olunurdu xınalar. Toyun əsas yerlərindən biri isə o idi ki, toyda qızı evdən alma çox təntəraqlı şəkildə keçirilirdi. O vaxtı da hətta atlarla belə baş verirdi. Sonra maşınlarla da olurdu. Ən sonda isə gəlinə bütün hədiyyələr təqdim olunurdu və toy bitmiş olurdu. Bütün bu məsələlər onu göstərir ki, bizim toyumuz hər bir elementi ilə çox zəngindir və sadəcə bir ailə, cütlüklərin birlikdə ailə qurması deyil də, ailələrin də birliyini göstərir. Çox sağ olun. Mən Azərbaycan toylarında hansı hədiyyələrin ənənəvi sayıldığı haqqında məlumat verəcəm. Azərbaycan toyları təkcə iki insanın ailə qurması deyil, eyni zamanda əsrlər boyu formalaşmış adət-ənənələrin, ictimai münasibətlərin təzahürü hesab olunur. Azərbaycan toylarına ən mühüm ənənələrdən biri isə toy zamanı verilən hədiyyələrdir. Toy zamanı verilən hədiyyələr ailə arasında bərəkətin, hörmətin və dəyərin göstərilməsi kimi bildirilir. Ən qədim mühüm toy hədiyyələrindən biri cehiz hesab olunur. Cehiz adətən gəlinin ailəsi tərəfindən yığılır və buna yorğan döşək, qab-qacaq və digər məişət əşyaları daxildir. Tarixən cehiz yalnız maddi təzminat kimi deyil, ailələr arasındakı nüfuzu göstərmək üçün ən yaxşı cehizlər seçilib, gəlinin ailəsi tərəfindən bəy evinə göndərilirdi. Digər toy mərasimlərindən biri isə xına yaxtı mərasimidir. Bu adətlərin, tədbirlərin davamı kimi göstərilir. Bu mərasimdə gəlinə xına yaxılır və oğlan evi tərəfindən hədiyyələr təqdim olunur. Xına ailə arasında bərəkət, ailə sədaqətinin rəmzi kimi hesab olunur və bu rəms
gəlin xına yaxıldığı oğlan tərəfindən ona zinət əşyasının, xonçasının verildiyi an kimi göstərilir. Digər mərasimlərdən biri isə üzə çıxdı mərasimidir. Gəlin yeni ailəyə köçəndən sonra yaxın qohumların və yeni ailənin qarşısına çıxaraq onlara gələn hədiyyələri götürür və bu hədiyyələr adətən pul və zinət əşyaları kimi təqdim olunur. Üzə çıxdı mərasimi gəlinin rəsmi şəkildə bu ailəyə daxil olmasını bildirir və o mərasimdə gəlinin anası, öz anası olmur və bəyin anası tərəfindən onu qızı kimi gördüyü bildirilir. Azərbaycan toy ənənələrindən digər biri isə süd pulu vermək hədiyyəsidir. Süd pulu adından da göstərildiyi kimi gəlinin anasına verilən simvolik hədiyyədir. Bu simvolik hədiyyə onun qızı böyütməsinə, zəhmət çəkməsinə, fədakarlığına hörmət məqsədi ilə anaya verilir. Süd pulu təqdim olunan zaman bu ya toy gecəsi, toy günündə verilir və ya ki toydan əvvəl ailələr bir yerə yığışlarda təqdim olunur. Bəzən ailələr süd pulunu qəbul etmir, çünki qızın atası qızımı mən sizə nəsə əşya olaraq vermirəm deyə onlar tərəfindən götürülmür. Bu hədiyyəli çox vaxt pul və ya ki qızıl formasında təqdim edilir. Digər ənənələrdən biri isə bazarlıq və paltarkəsdi ənənəsi hesab olunur və bu bazarlıq zamanı gəlinin ailəsinə kosmetika, gəlinə lazım olacaq şeylər verilir və paltarkəsdi zamanı isə toya rəsmi başlanğıcın olması kimi göstərilir. Həqiqətən, mən indi Azərbaycan toylarında müasirlik və ənənələr arasında baş verən dəyişikliklər haqqında və bunlar arasında balansının necə saxlanılması haqqında danışacağam. Toylar sadəcə bir şənlik kimi görünsə də, Azərbaycan cəmiyyətinin daha böyük bir əhəmiyyəti var. Onlar daha böyük bir əhəmiyyətə malikdir. Bizim Azərbaycan mədəniyyəti üçün toylar yalnız ki, gəncin evlənməsi deyil. Eyni zamanda ailələrin bir-biri ilə anlaşması, onların bir-biri ilə qurması, nəsillərin ötürülməsi və ənənələrimizin unudulmamasıdır. Bir çox ənənəvi toy xüsusiyyətlərimiz var. Buna digəsi, musiqilər, rəqslər, qohumların geniş iştirakı. Bunların hamısı indiyə kimi qorunub saxlanılmış ənənələrimizdir. Lakin bunlar saxlanması baxmayaraq bir çox müasir yeniliklər baş verib və əmələ gəlmişdir. İndi toylarımızı DJ-siz və tanınmış mülayiməsiz, foto-video komandasız təsəvvür edə bilmirik. Keçmişdə toylarımız bir çox mərhələdən keçirdi. Məsələn, gəlin görməsi də toyda baş verirdi. Bir valideyn qızı seçirdi və onu görəndə ağır mahnıyla, musiqi ilə toya rəqsə dəvət edirdi və onun başına pul tökürdü. Bu o demək idi ki, yəni mən bu qızı oğluma almaq istəyirəm. Nişan da eyni şəkildə çox dəbdəbəli olmurdu. Hətta bəzi yerlər çox vaxt nişan üzüyü aparmırdı, çünki bunu düşər-düşməzlə əlaqələndirirdilər. Lakin zaman keçdikcə qloballaşma, sosial medianın təsiri və şəhərləşmə sayəsində toylarımıza yeni modernlik, müasir bir baxış əlavə olundu. Biz artıq, məsələn, dəvətnamələr əvvəl əllə yazılıb göndərilirdi, amma lakin indi bir çox onlayn prezentasiya şəklində WhatsApp üzərindən göndərilən dəvətnamələr var. Və xınayaxtlardan danışaq biraz da. Xınayaxtlar indi əvvəl ailə mərasimi olaraq keçirilirdi, lakin indi parti halına çevrilir. Məsələn, çox yerdə xınayaxtaya girişdə hemna parti olaraq yazırlar bunu. Yəni, modernlik buna əlavə olunub, lakin ənənələrimiz qorunub saxlanılır. Hələ də xınayaxtda xınayaxtlar. Sadəcə əlinə qalır, üstünə modernlik əlavə olunur. Dəyişikliklər özünü harada göstərir. Toyların yekunlaşdırım. Maraqsızdır ki,
mədəniyyət bir-birini tamamilə əvəz etmir, sadəcə bir-birinə uyğunlaşır. Məsələn, hələ də toylarımızda milli musiqi var, lakin gənclər modern musiqiyə önəm verdiyi üçün ilk vals mahnısını xarici mahnı seçirlər. Burada əsas şey valideynlər və gənclər arasında zövq fərqliyindən əmələ gəlir. Məsələn, valideynlər istəyir ki, ənənələrimizi qoruyub saxlayaq, amma gənclər də bura müasirlik qatmaq istəyirlər. Nəticədə toylar həm ənənəvi mədəniyyəti yaşadan, həm də müasir həyat tərzini göstərən bir mərasimə çevrilir. Hamıya salam, mənim adım Yusuf Məciddir və mənim tədqiqat sualım ənənəvi Azərbaycan toy sevdiyi bayramıdır, yoxsa sosial statusun nümayəsidir? Qabaqla deyim ki, cavab belədir, yəni ki, araya görürsən, ənənəvi Azərbaycan toy həm də sevgili bayramıdır, həm də sosial statun nümayəsidir. Lakin baxaraq həm dövrünə, həm də situasiya biraz dəyişə bilər. Dəyişir? Tarixi və ənənəvi kontekstlər. Etnografik məlumat göstərir ki, toy mərasımında elçili, nişan, xına gecəsi, həmrəkəbin ailələrin evliliyi, nəslin davamını, yəni ki, burada xatın bunlar barədə danışmışdır. Yəni ki, və cəmiyyətin mənəvi dəyərlərə qoymaq funksiya daşıyır. Musiqi, rəqs, mərasim simvolları, xına, cehiz, duvar, sevgini və birliyi qurtlaşdırır və bayramlayır. Yəni ki, toy iki şəxsin sevgiyi yalnız emosional deyil, həm də mədəni, həm də dini göstərmək istəyir. Belə demək, deyə bilərik ki, toyun forması belədir. Ailə plus sevgi plus ənənə. Müasir dövrdə. Müasir sosioloji araşdırma göstərir ki, son 20-30 ildə, yəni ki, toyların ikinci funksiyası sosial statusun nümayəsi daha biraz güclənir. Sosial mediaya görə, mass media texnologiyaya görə və geniş qonaq siyahına xalıqlaşırlar, böyük restoranlar seçilir. Yəni ki, hamımız bilirik ki, hər kəs toya gedəndə, yəni ki, böyük bir restoranlar, çoxlu bir qonaq çağırırlar. Ya da musiqi, bəzək dekor, foto, video maşınları çağırırlar. Həm də Leyla Mirzə, bizim Yol Info redaktoru, yazmışdı ki, toy təkcə iki gəncin birliyi deyil, ailənin nüfuzu, maddi imkanları və sosial statusunu göstərməlidir. Və nəticəyə gələrək, toy hansı tərəfi daha yaxındır. Ənənəvi cəhətdən toy sevgili və ailə qorusu bir bayramıdır. Amma müasir cəmiyyətdə isə toy həm sevginin təsdiqi, həm də sosial statusun nümayişi funksiya daşıyır. Lakin ikinci funksiya zamanında daha güclüləşir. Yes, yani. Tamam. Herkese salam. Bugün mən tədqiqat sualım. Şimali və Cənubi Azərbaycandakı toylar arasındakı fərqlər nədir? İlk öncə hamımız bilirik ki, yəni Şimali Azərbaycan və Cənubi Azərbaycan da olsa, hər iki Azərbaycan əslində eyni etnik qrupa daxildir. Sadəcə bəzi tarixi və siyasi səbəblərə görə, məsələn, İkinci Dünya müharibəsinə görə, hətta bəzi məqalələr, yəni sənədləşməyə görə, artıq Azərbaycan iki yerə bölündüyünə görə, artıq istər-istəməz toy adətlərində artıq fərqlənməsinə gəlib yol çıxmışdır. Burada qeyd edildiyimiz kimi ilk üç əsas fərqdən danışacağım. Dini təsir, toy forması və sohbet ənənəsidir. Birinci fərqdən danışsaq, təbii ki də yazıldığı kimi dini və ictimai təsirlərlə bağlıdır. Cənubi Azərbaycanda, yəni Təbriz şəhərində toylar daha çox dini və ənənəvi qaydalar əsasında keçirilir. Yəni burada demək istəyirəm ki, toyda daha çox dualar oxunulur, davranış qaydalarına çox diqqət yetirilir və dini mərasimlərdə həqiqətən bu toylarda çox böyük bir önəm daşıyır. Ancaq Azərbaycanda, yəni Şimali Azərbaycanda bu da çox önəm daşımır. Daha çox Şimali Azərbaycandakı toylar daha çox iki gəncin evlənməsi, ya da ki, sadəcə rəqs və musiqidən ibarət, amma Cənubi Azərbaycanda bu belə deyil. İkinci fərq isə toyun forması və məkanı. Təbii ki də bu prezentasiyanın sonunda mən videoları göstərəcəm, indi heç bir şey göstərə bilməyəcəm. Cənubi Azərbaycanda toyun keçirilmə qaydası fərqlidir. Yəni Cənubi Azərbaycanda daha çox Təbriz Azərbaycanlıları daha çox evlərdə və kiçik ailə arasında keçirməyə üstünlük verirlər. Bu həm də ki, dini təsirlərlə bağlıdır. Amma Azərbaycanda
Şimali Azərbaycanda daha çox göstəriş və sanki qohumları biz to keçmiş kimi göstərmək üçün daha çox böyük şadlıq saraylarında bəli, dəbdəbəli keçirməyə üstünlük verilir. Burada həm çox qonaq sayısı çox olur, demək olar ki, hər tərəf demək olar ki, bütün qohumlarını çağırır. Ancaq Cənubi Azərbaycanda bunun bir önəmi qalmır. Onlar daha çox ailə arasında, daha çox ana, ata, nənə, baba arasında keçirməyə daha çox üstünlük verirlər. Üçüncü böyük fərq isə sofra əhd ənənəsidir. Bu sofra əhd ənənəsi daha çox, dediyim kimi, Cənubi Azərbaycanda keçirilir. Burada biz sofra əhd masasını görürük. Bu masada daha çox Qurani-Kərim qoyulur, bəzi dini kitablar qoyulur, hətta Novruz bayramında qoyulan xüsusi 7 elementin bəzi elementlər də ora qoyulur və hətta gəlin bəy burada 2 nəfər stolu qoyulur və bu gəlin bəy burada oturandan sonra ya gəlinin bacısı ya da ki bəyin bacısı gəlir, onların üstünə belə ağ örtü kimi bir şey örtür və orada artıq bir-birlərinə artıq evlənmə təklif eləyirmiş kimi elə orada baş verir hər şey. Amma Azərbaycanda belə bir ənənə yoxdur. Daha çox, yəni o sofra əhd mərasimində hər iki tərəf bir-birinə bənd deyərək artıq dünya evlənmiş sayılır. Məndən bu qədər. Dinlədiyiniz üçün çox təşəkkür edirəm. Əgər bu qədər, mən isə indi sofra əhd ənənəsinin videosunu göstərmək istəyirdim. Göstərə bilərəm. Amma daha çox gördüyünüz kimi az insan